Değerli şagirdler, abituriyentlər, izləyicilər, bu dərsimizdə Mirzə İbrahimovun Gələcək Gömən Gün romanından verilmiş parça ilə 9-cu sinif dərsliyində, 9-cu sinif proqramında verilmiş parça ilə tanış olacaq. Gördüyünüz kimi, bəzi diqqət çəkiləcək məqamları bütün təriflərlə vermişəm. Əsər, yəni bu parça, romanın həcmi çox böyükdür. 600-700 səhifə həcmində bir romandır. Buradan bir parça verilir. Həmin parça belə başlayır. Biz görürük ki, istəyirəm bu məsələyə diqqət edəsiniz. Əsər Firidunun xırmanda Musa dayısının yanında üfləyərkən xatirələrə dalması ilə başlayır. Görürsünüz, bütün təriflərlə vermişəm. Deyir, gözünün qabağına deyir, keçirtdiyi uşaqlığı, ata-anasının ölümü, Tehran həyatı, sonra Təbriz, indi də hardadır? Dayısı Cildə. O gözün qabağına gəlir və başlayır elə bir keçmişə bir ekskurs başlayır bu hissədə. Deməli, bu bütün tərifləri yazılmış yeri oxuyuram, bunu bilək. Firidun Təbrizin qərbində Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı meyvələrlə məşhur Azər şəhərdə anadan olmuş. Bir tərəfdən Urumqola, bir tərəfində daima başı qarlı Səhənd dağ silsiləsi ilə əhatə olmuş Azər şəhərin təbiəti gözəl və səfalı güşələrdən biridir. Firidunun atası Təbriz tacirlərindən birinin Azər şəhərdəki malikanəsində bağbanlıq edirdi və pis yaxşı dolanırdı. Hətta atası uşağın əlinə keçmiş bir əlifba kitabı vardı və əlifba kitabından Firidun uşaq vaxtı artıq yazmağı da oxuyurdu, atası da xəyallara qapılırdı, fikirləşir ki, bu uşaq axırı yaxşı olacaq, onu bir gün oxudar, amma böyük bir problem əmələ gəldi. Nədir o problem? Burada bütün təriflərdə vermişəm. Tehrana köçən köhnə tacir Azər şəhərdəki malikanəsini satdı və bunu bir ərbab, bir sahibkar alır və bu sahibkar çox belə xarakteri dəyişkən bir adam idi, amma deyir, onun əvəzində deyir, 12 yaşlı oğlu isə atasının əksinə olaraq çox aydın xasiyyətə malik idi. Bu aydın xasiyyəti nə idi? Bu zırramanın biri idi. Deyir, bu da dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəlidir. Elə 3-cü günü bu uşaq Firidunla oynayarkən birdən Firidunun başına ağac kötüyü vurmaq istəyir. Firidun isə köşkdən qarnı ilə bir təpik vurur, köşkdən sərələnir yerə. Uşaq elə çığırır, elə qışqırır ki, atası gəlir, atası uşaqdan 5 betər qışqırır, istəyir ki, Firidunu tutsunlar. Amma Firidun zət sevi uşaq idi, bağa bələd uşaq idi. Bu ağaçdan ağaca, ağaçdan bu ağaca kullanır, keçir, bitir. Bağdan çölə, bunu tutanmayanda atasını, Firidunun atasını bu ərbab xəyanətdə, şərə-şurluqda günahlandırır. Mübahisə deyəndə deyir ki, valla biz sədaqətli adam olmuşuq, amma ərbab onu qapıdan qovur. Yəni işindən qovur, çıxardır və atası bir ərbabın qovduğu adama heç kəs iş verməzdi o ərazidə, məcbur olub ta köçünü sürür, gedirlər Tehrana ki, bəlkə Tehranda bir iş tapalar. Bu işsizlik, torpaqdan ayrılmaq anasına çox pis təsir edir Firidunun. Bir dəfə də ağlayanda burada tüm təriflə yazmışam, tüm təriflə vermişik bu hissəni. Deyir ki, anacan ağlama, sən ağlama deyir və qadın ondan sonra ağlamış və içinə ağlayır. Xiffətdən Tehrana atıldıqlarının, yəni öz evlərindən ayrı düşdüklərinin 3-cü ayında qadın xiffətdən dünyasını dəyişir. Az qalmışdı atası da Firidun'a da çox pis vəziyyətə düşəcəkdilər, amma burada oxuyuram, lakin xoşbəxtlikdən deyir, oxudmani bir bağı və həyatı olan yaxşı bir adama rast gəldi. Yoxsa bunlar deyir, azından, işsizlikdən, xiffətdən ata da ölüb gedəcəkdi, elə Firidun da düşəcəkdi küçələrə. Lakin xoşbəxtlikdən oxudmani bir bağı və həyatı olan yaxşı bir adama rast gəldi. Bu ata-baba Tehranlı olan təqribən 65-70 yaşlı qoca bir müəllim idi. Firidunun atası bir il ərzində bağın səliqəsini dəyişdi, yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firidun atasına kömək edirdi, lakin bu saadət uzun sürmədi. Tehrana gəldiklərinin 3-cü ayında atası qarın yatalağı ilə naxoşladı və naxoşluğunun 7-ci günü xəstəxanada vəfat etdi. Firidun tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim
onu küçələrə atmadı, oxutdu. Firidun bunu çox böyük dəyərləndirir. Bu yerdən deyir ki, müəllimin özündə övladı zadı yox idi, ancaq qardaş uşaqları var idi. Demək, Firidun oxuyandan sonra gedir Təbrizdə işləyir bir il. Sonra fikirləşir ki, təhsilini artırmalı. Yenə qayıdıb gəlir Tehrana. Darülfünuna daxil olmaq, bu artıq universitet statuslu bir məktəbdir. Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getmək özünə boş bildi, amma qapını onun üzünə açanlar dedilər ki, bəs müəllim dünyasını dəyişib indi burada qardaşı olanları olur. Elə bil deyir, burada oxuyun bu hissəni. Bir anda sanki böyük bir şəhər Firidun'a tamamilə yabancı və düşmən göründü. Qoca müəllimin ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi, lakin tezliklə bu fikrindən əl çəkdi. Yayda Təbrizdə nə edə bilər? Kəndə dayısı Musa kişinin yanına getməyə qərar aldı. Yay orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdar. Və ondan sonra bax, elə indi məhz bu yerdəyik ki, o xatirələrini danışdı, yəni həyatını gözünün qabağına, xatirələri deyəndə həyatı gözünün qabağına gəldi. Biz Firidunun həyatı ilə tanış olduq və bu o yerdir ki, Firidun artıq işləyir xırmanda, buğdanı samandan ayrılırlar. Xırman işlərini belə olur, dinləyicilər üçün deyim, indi daha yoxdur. Vəlin üstündə bir öküzəyə, ata, nəyəsə vəl qoşarlar. Vəl belə böyük bir taxta parçası olur, altında daş çıxıntılar olur. İndi tarix-yaşnaslıq muzeylərində görmək mümkündür. Onun üstündə də bir nəfər oturur və öküzləri haylayar. O biçilib tökülmüş buğda samanının üzərində onu hərləyərlər və hərlədikcə o saman deyək ki, əzilir buğdadan, buğda samanın içindən çıxır, başağın içindən çıxır. Sonra onu küləyə sovrarlar, xırmanda sovrarlar. Külək samanı aparar, buğda yerə tökülərdi və beləcə buğdanı götürərlər. Yəni, indi kombayn dövrdə kombayn kimi texnikalar yox idi ki, birbaşa biçən kimi buğdanı samandan ayırsın. Bəli, belə bir iş məqamında ağır işdir. Ağır deyəndə səhərin axşama kimi yay vaxtıdır. İşləyirdi insanların o dövrdə. Buğdanı əldə edib, çörək əldə eləməsi çox çətin olurdu. Yəni, ona görə də bizim xalqımızda çörəyi bir müqəddəsləşdirəcək təsəvvür formalaşmışdır. Və biz çörəyə müqəddəs bir şey kimi baxırıq. Çünki çörək insanların əldə edə biləcəyi ən çətin məhsul idi. Bu hissəni oxuyum. Firidun özü bərk yorulmuşdu, gün orta olub artıq taqətdən. Çünki Musa dayı Səriyə xala, bu da Musa dayının yoldaşıdır. Və uşaqlar da işləyirlər. Onlar sovru qatır, taxılı xəlbirləyir, xırmanı təmizləyirlər. Ayaz sovru qatan atasına kömək edirdi. Ayaz da Musa kişinin oğludur, artıq iriləşibdir, atası ondan fərəhlənir. Yorulandan sonra bir daha tamam hamısının kələyi kəsiləndə yeməyə çıxırlar. Burada Gülnaz sözünü görürsünüz, tüm təriflə vermişik. Bu Musa kişinin qızıdır, Firidunun dayısı qızıdır. Musa kişinin ümumiyyətlə 4 övladı var. Qatıqdan bu hissəni də oxuyum. Kənd yerlərində eləyirlər, yəqin ki, şəhərdə də eləyirlər. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Onun içinə çörək, göy, soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə də taxta qaşıqla çaldı, külçədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firidunun qabağına qoydu. Atlama deyirlər bəzi yerlərdə, içinə də çörək doğrayıb, o şəkildə yeyilir. Elə bunlar çörək yedikləri yerdə Həsənalı bu da adını tüm tərəfdə vermişik. Bəs qışqırır ki, Gürzə məni vurdu. Bu dövrdə elə bir an olur ki, hamı yeməyini də yeyib, ilan vurmuş adama qatıq içirirsən, xeyir eləyir, amma qatıq da tapılmır. Mübaşir kəndə gedib gətirmək olardı və orada da bir nəfər atlı var idi, Mübaşir Məmməd. Mübaşir Məmməd də deyək ki, bu kəndin icra nümayəndəsi. Bu Mübaşir Məmməd çox alçaq təbiətli bir adam olur. Heç arxaya dönmür, bunu daha da atını məhmizləyib çapır. Deməli, istəyirlər ki, Mübaşir Məmmədə desinlər ki, bəs Musa kişi istəyir ki, onu çağırsın ki, get çaparaq, çap gəl. Qatıq gətirir, Mübaşir Məmməd heç nə vecinə deyil. Əlləri heç ara çatmır, Həsənalı məcbur edir, qəssab alınır ki, onun ayağını
kəssin. Çünki gürzə zəhəri 15-20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə adam öldürür. Orada biraz çərpəşiklik olur, biraz narahatlıq. Axırda görürlər ki, ayaq şişir. Həsənalı məcbur edir, qəssab alır onun ayağını kəsir. İti balta tapıb gətirirlər, kəsir. Bu epizod çox pis təsir edir Firiduna. Firidun başa düşür ki, kənd daha çox bədbəxt. Kənd insanının vəziyyəti, o dövrün Cənubi Azərbaycandakı kənd insanının vəziyyəti çox pisdir. Sözsüz ki, yəqin ki, Şimali Azərbaycanda da elə vəziyyət bu cür imiş. Demək, Firidun bundan sonra belə bir epizod başlayır, hadisələr dəyişir. Kənd bir-birinə dəymişdir, xırmanda evlərdə, küçələrdə, bulaq başında və s. Səbəb nədir və deyirlər ki, bu Musab kişinin yaşadığı kənddə ərbab kəndə gəlir. Ərbab yəni bu torpağın sahibi, feodal. Kəndə gəlir, gəlməsinin səbəbi nədir? Əvvəllər danışığa görə buğdanı, kəndli buradakı bu təhkimli həyatı yaşayan bu kəndlilər ki, burada taxıl əkirlər ərbaba, onun 3-dən, 5-dən hissi cəmaata qalacaqdı, 5-dən 3-ü ərbaba, amma ərbab gəlir ki, yox da. İndi gəlməkdə məqsədi odur ki, desin ki, 5-də 4-ü mənimdir, 5-də 1-i sizindir. Çünki Mübaşirə Məmməd başa düşüb ki, cəmaatdan 5-də 4-ü almaq çox çətindir. Bunun üçün sizə təsəvvür edin, belə deyim ki, bir ailənin becərdiyi taxıl onlar 1 ton. Yəni bir yay boyu, bir sezonda, bir mövsümdə 1 ton taxıl əldə edə bilər və onun 400 kilosu bu ailəyə qalar. 400 kilodan da o dövrdə elə 400 kiloda un çıxırdı, amma qara onda. Elə əzirlər un. Bu 400 kilo un da bir ailə o dövrdə 400 kilo unu yeməzdi. Çardıydı, insanlar çox az yeyirlər, çox zəif qidalanırlar. Deyək ki, ondan bir 100 kilo, 150 kilo da bir ailə sata bilər. Gündə 1 kilo çörəyin ununu yeyərdilər, bir təri nə bilim 350 kilo. Ondan bir azca da satıb nəsə bir başqa bir şeyə xərcləyə bilərlər. Amma təsəvvür edin, bir ailənin 1 ton taxıl götürə bilibdirsə, ondan buna artıq 200 kilo qalacaq. 200 kilo da bunların özünün qarnını nəhbəyə eləməz, nəinki ondan satalar. Çünki o dövrdə heç nə yoxdur ki, insanlar başqa cür qazanc əldə edə bilmirlər. Bu Mübaşir Məmməd də başa düşür ki, cəmaatdan 5-də 4-ü ala bilməyəcəkdir. Hikmət İsfahani buradan yol keçirmiş, deyir, izah edir ki, bəs sən gəl cəmaatı özün təsir elə ginən ağaya ki, biz sonra 5-də 4-ü ala bilək. Cəmaat da ona görə yığışıb, indi iclas olacaqdır kəndin mərkəzində. Burada Əli Əmniyə başında qərarətlərdən görürsünüz, polis məmuru ilə gəlib, o dövrün, yəni bilməm indi hansı statusların naçaniklərində nə boyda bir sahənin polis rəisidir. O gəlib nə boyda pristavdır, yəni bizdəki təbirdən, yəni o dövrdə Şimali Azərbaycanda bunu yəqin ki, pristav demək olar. Hikmət İsfahani gəlir, bu adam farsça danışır, türkçə bilmir, adamlara danışır, cəmaatdan kimsə dillərini çəkir, biz səni başa düşmürük, bir deyin görək nə deyirsiniz. Ondan sonra Mübaşir Məmməd tərcümə eləyir, cəmaat narazılıq eləyəsi olur və bu narazılığın başına çəkən adam Musa kişi olur. Musa kişi 19 nəfər uşağı, 6-sı Həsənalının sözünün içini qızı gətirməmişdir. Qabağa çəkir, deyir ki, biz yazıq, bu uşaqlar qırılar. Siz neyini işləyirsiniz? Onda bu Mübaşir Məmməd çox belə dediyim kimi vəzifəsinin düşkünü, nə bilim mən, içində insanlıq ruhu olmayan, dövrünün tipik, yəni kiçik məmurudur. O tez çaparaq Musa kişinin etirazlarını görəndən sonra ərbabın qulağına deyir ki, bəs bu adam uzun müddətdir, su pulunu da verə bilmir. Bəli, burada siz qara hərflərdən yazmışam, oxuyum. Mübaşir Məmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nəysə pıçıldadı. Bundan qabaq da əyilib pıçıldamış ki, cəmaat deyir ki, bəs biz sizi başa düşmürük. Ondan sonra tərcümə eləməyə icazə vermişdi Hikmət İsfahani. Burada yəni ən yüksək mövqe sahibi də biləsiniz, bu əsərdə Hikmət İsfahanidir. Hikmət İsfahani Musa kişinin üstünə qışqırır ki, heç tutanmırsan, 2-3 ildir su pulunu vermirsən, bir söz demirəm, bu da yaxşılığın əvəzidir. Musa kişi yalvardı, ağa, dədəm sənə qurban. Hər il verirəm, qurtarmaq bilmir, mən verdikcə o artır. Və bu
uşaqların burada söhbət olur. Deyir ki, bəs uşaqların altısı da Həsən Alın yetim kimi şeylərdir. Yəni bizə yazığın gəlsin. Yəni biz qırılıb batacaq. Əgər biz 5də 4-ü sizə versək, bizim günümüz, güzaranımız çox çətin olacaq. Bu məqamda Mübaşir Məmməd yenə Hikmət Suhaninin qulağına tərəf əyilir, yenə fısıldayır. Nə fısıldayır? Deyir ki, bəs bu Musa kişi oğru. Bu əsərin bu hissəsində qətiyyən aydın olmur ki, o dəci oğru deyəndə taxılı dəcləyiblər. Mübaşir Məmməd də görünür gəlib maşırıyıb, işarə qoyub ki, yəni hər yerdə bu qədər bir taxılı var. Amma o dəc necəsə pozulub. Yəni o elə bir şey dağ kimi düzəldilmiş, təpə kimi düzəldilmiş buğda topası dağılıb. Bunu heç Musa kişinin xəbəri də yoxdur. Buradan belə hiss eləmək olar ki, bunu Mübaşir Məmməd özü eləmişdi. Bəlkə də o bilirdi ki, etiraz eləyəcək adamlardan biri Musa kişi ola bilər. Musa kişini şərləmək üçün o dəzi pozmuşdu. Çünki sonradan biz Firidunun da belə diribaşlığını, etiraz ruhlu olmağını, üsyankar olduğunu görəndə düşünə bilirik ki, Musa kişinin bacısı oğlu da, yəni bu ailədə, bu nəsildə bir üsyan eləmək gücü var imiş. Belə çox danışanda qayıdır Allahdan qorxun deyəndə deyir ki, sən Allah zat tanıyırsan ki, sən Allaha zada inanırsan ki, əstağfurullah elə deyir ki, Musa kişi o nə deməkdir? Deyir, sən Allah tanıyansansa, bəs niyə oğurluq edirsən? Nə oğurluq? Deyir, dəci pozub ki, oğurluq eləməmsən. Və ətlər qalır Musa kişi, hamı axışır dəzin yanına, amma gəlib görürlər ki, dəz həqiqətən dağılıb. Bu epizodu istəyirəm sizin üçün oxuyum. Əvvəlcə Musa kişi üsyan edir. Deyir, cəmaat inanmayın. Bu buğdanın hamısını əlimizdən almaq üçün bir bəhanədir. Yalandır. Hikmət İsfahani qızardı. Deməli, sən dəzi pozmamısan, hə? Xeyr, Allah bilir, mən dəzi pozmamışım. Yaxşı, onda yoxlayacağım. Qurana əl bastıracağım. Cəmaat kənara çəkildi. Sofi İranpərəst 7 addım sayıb torpaqdan küt bir qalaq qayırdı. Quran əlində onun yanında durdu. Cəmaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Firidunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılıq izləri vardı. Hikmət Suhani soruşdu. Buyur. And iç sözü qurtaraq dedi. Musa kişi qısları əsə-əsə 3 addım atdı, 4-cü addımda dayandı. Dönüb Hikmət Suhaninin qıslarını qucaqladı. Ağa, mənə rəhmin gəlsin, çevir mənim balalarının başına, hamısını götür, get, heç şey istəmir. Əsərin ən tərəddüdlü məqamı buradır. Çünki həm Musa kişinin biz əvvəlcə danışıqla belə hiss edir ki, o qətiyyən oğurluq eləməz, amma Qurana and içmək gələndə kişi Qurana and içməkdən imtina edir və buradan belə bir qənaət bizim də hasil ola bilir ki, Musa kişi əslində oğurluq. Amma mən bu məsələni açıqlayım. Yaşadığımdan, gördüyümdən keçmişdində çox uzaq keçmişi demirəm. Mən təxminən 40 il bundan qabaq baş vermiş hadisələri gözümün qabağına gətirdim. Cəmaat Qurana and içmək istəməzdi. Özünü Qurana toxumaq deyirlər. Deyirlər ki, özünü Qurana toxum. Bunun düşər düşməz olar. Nəsə adamların içində belə bir inam olub ki, haqqına belə and içsən, burada nəysə bir ziyanlıq ola bilər. Yəni, Quran belə deyək ki, oyun oyuncaq deyil ki, hər gələn ona and içsin. Hər şeydən ötürü and içəsən. Yəni, adamlarda Qurana and içməmək gələnəyi olub. Yəni, bacardıqca Allahın kəlamını ortada vasitə eləməmək. Mən düşünürəm ki, məhz Musa kişi ona görə and içmir. Bəlkə Musa kişi şübhələnirdi ki, bəlkə yoldaşı götürüb aparır. Nəsə, nələr düşünürsə, hər halda Musa kişi and içmək istəmir və Musa kişiyə 200 ağac çubuq soyundurub bədəninə 200 çubuq vurdurmağı əmrini verir. Ərbab və Əli Əmniyə başkanını soyundururlar, ağaca bağlayırlar və başlayırlar çırpmağa. Çılpaq bədənə ağac, sözsüz ki, Musa kişinin deyir ki, əmniyələr Musa kişini ağaca bağlayıb, yaş söyüd çubuqlarını onun lüt bədəninə çırpmağa başladılar. Musa kişi ağrılara dözməyə, inildəyə bağlamaqdan çəkinməyə çalışır. Firidun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kim oldu, səriyə xalanın və körpələrin naləsi qulağına çatdı. Dayanın, vurmayın, dedi. Onda günah yoxdur. O bulağa su gətirməyə getmişdi. Mən
Vəli qoşmaq istəyəndə ayağım xəlibirə ilişdi, buğdanın üstünə yıxıldım. Dərs pozuldu. Onda günah yox. Hamı rahat bir nəfəs alır. Deyirlər ki, Firiduna deyir ki, onda and içəcəksən. Firidun sözsüz ki, Firidun dağıtmamışdı dəz. Firidun cavan oğlan idi. Görünür. Bu vəziyyətdə Qurana and içməkdən başqa bir çarənin olmadığını düşünür. Yalan olsa belə and içməyə hazır olur. Bəlkə də içində heç o inam yox idi ki, bu boyda ədalətsizliyin, bu boyda zülmün qarşısında Allahın kitabına da and içmək olar. Allah bu boyda zülmü götürürsə, mən də onun kitabına and içməyi boynuma götürürüm. Neysə, belə bir qərar verir və qətiyyətlə irəli durur da Qurana and içir. Ondan sonra Musa kişini. Cəmaat deyir, sevinçlə, cəmaatdan sevinçlə dolu bir səs çıxdı. Musa kişini açıb paltarını özünə verdilər. Firidun qayıdıb Hikmət İsfahaninin qarşısında durdu. Ağa dedi, sizin əvvəlki sözünüzü pozma haqqınız yox. Bu gərək şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir, 1 pay, su sizindir, 2 pay, mal sizindir, 3 pay, toxum bizimdir, 1 pay. Bax, bu əl, bu zəhmət bizimdir, bu da 1 pay. Elədir, 2 pay. Deməli, 5-də sizin, 5-də ikisi bizim. Bunlar belə mübahisə edirlər. Firidun geri durmur. Hikmət İsfahani görəndə ki, bu belə davam eləsə cəmaat ayaqlana bilər. Zaten əvvəldən də Hikmət İsfahaninin adamların qarşısında bir qorxusu var idi. Yəni, kütləyə qarşı durmaq çətin, kütlə qızışar və adamı cəzalandırır. O dəqiqə əmr edir ki, bunu bağlayın ağaca, yutsun. Amma burada Hikmət İsfahani ilə gələn adamlar şolar dincəlməyə gedirdilər. Gələn adamlardan biri Hikmət İsfahaniyə deyir ki, valla siz mənə sözümə qulaq assaz, bu adamı döydürməyin. Bu adamı həbs etmək lazımdır. Döydürmək bunun üçün asan məsələdir. Bunun danışığından siyasət iyi gəlir. Və Firidunu həbs edirlər ki, aparsınlar, salsınlar zindana. Və Hikmət İsfahanın son qərarı belə olur ki, burada bütün tərəflərdə verdiyim adı görürsünüz. Ağay Kürd Əhmədi deyir, burada qoyub gedirəm, mənim nümayəndəmdir. O başa düşür ki, Mübaşir Məmməd burada təkcənə yığa bilməyəcəkdir. Bu buğdanı, bu vericini yığa bilməyəcək. Mübaşir Məmmədi qoyur, deyir ki, bu mənim burada adamımdır. 5-də 4-ü mənim olacaq, 5-də 1-i sizin. Bu əsər feodal quruluşunun Cənubi Azərbaycanda, İran cəmiyyətində feodalizmin altında inləyən insanların zulmunun təsviridir. Düzdür, bu əsərdə sonradan siz bilirsiniz, Cənubi Azərbaycan 20-ci əsrin əvvəllərində İran Fars rejiminə qarşı bir ayaqlanma başlayır. Sonra düzdür, Fars rejimi, İran rejimi bu ayaqlanmanı Cənubi Azərbaycanda yaranmış hərəkatı yatırdı. Bu Firidunda asılır. Amma bu əsər əzilən tərəfin, əzilən təbəqənin, xalqın yaşadığı acıları özündə əks etdirən çox dəyərli bir əsərdir. Bu əsəri oxuyan hər kəs, yəni biz orta məktəblərdə tədris olunur bu. Sonradan əlinə mövqeyə düşən insanların humanizmdən, insanlıqdan uzaq düşməməyə çağıran bir əsərdir. Təəssüflə deyərəm ki, bu əsərlər nə qədər keçilmiş olsa da, insanların mentalında hələ də özündən gücsüzlər, zəifə qarşı zalım davranış hələ də öz əksini tapır. Bu əsərdə ən əsas məsələ, bu əsərdən bağlı düşən testlərdə hadisələrin ardıcıllığı məsələsidir. Bir də ən əsas məsələ obrazları doğru yadda saxlamaq lazımdır. Mübaşir Məmməd əvvəldən kəndin içindədir. Yəni, o kəndin elə bilin icra nümayəndəsidir. Burada Hikmət İsfahani ən böyük adamdır, ərbabdır. Yəni, sahibkardır, fiyadaldır. Ağay Kürd Əhməd onun buradakı nümayəndəsidir. Bir də onun yanında Əli Əmniyə başı var idi. O, əmniyyət sözündəndir. Yəni, polis məmurudur. Polislərin başçısıdır. Bir də əvvəldən hadisələrin gedişini xüsusi yadda saxlamaq lazımdır.
əvvəldən deyəndə əvvəli nətərdir? Əsər demək. Firidunun gözünün qabağına həyatını gətirməsindən başlayır. Firidun o zaman Xırmanda idi. Yəni Musa dayısının yanında idi, işləməyə gəlmişdi. Və o gözün qabağına nələri gətirir? Atasını, anasını, orada Azər şəhərdə işləmələrini, sonra gələn tacirin öz bağını satmasını, onu başqa bir ərbabın alması, bu ərbab da, bu sahibkarın da çox belə fərqli, dəyişkən xarakterinin olması, uşağınla Firidunun dalaşması və bu ərbabın atasını işdən çıxarması. Onların Tehrana getməsi 3 aydan sonra anasının ölməsi, sonra bir təhərçi, bir müəllimin bağbanında özlərinə iş tapmaları, daha atasının iş tapması, 3 ildən sonra isə atasının qarın yatalağından ölməsi, amma müəllimin bu uşağı Firidunu oxutması, ondan sonra Firidun oxuyandan sonra bir müddətdən sonra gedir Təbrizdə bir il işləyir, bir il işləyəndən sonra istəyir ki, gəlsin Tehranda Darülfünunla universitetə girsin, gəlir Tehrana, burada isə görünür, həm də deyir ki, burada əsərdə yazır ki, müəlliminə hörmət əlaməti olaraq istədi getsin müəllimini görsün, amma həm də burada qalacaqdır yəqin ki. Ona sığınacaqdır və Darülfünunu oxuyacaqdır, amma görəndə ki, müəllimi rəhmətə gedibdir, bu sahibkar rəhmətə gedib, onun da uşaqları yox idi, ev eşik qardaş uşaqlarına qalmışdı. Görür ki, daha Tehranda qalmağın adı yoxdur, istədi bir də Təbrizə qayıtsın, sonra qərara gəlir ki, indi gəlib Təbrizdə də neyniyəcək? Getsin dayısının yanına, orada işləsin, biraz pul qazansın, sonradan qayıtsın, gəlsin Tehranda Darülfünunu oxusun. Orada başına gələn hadisələri biz görürük. Orada əvvəlcə Həsən adlı bir adamın ayağından ilan çalır, onun ayağını kəsirlər, bu adamın 6 övladı qalmışdı. Sonra da məlum olur ki, taxılın bölgüsü zamanı burada Hikmət İsfahani ki, ərbab var, o belə şərt kəsib ki, 5də 4-ü mənim, 5də 1-i cəmaatın. Mübaşir Məmməd də kəndin o yerli icra nümayəndəsi var orada, idarə edir cəmaatı. O ərbabı ki, kəndə gətirmiş olur ki, ərbab özü cəmaata izah eləsin ki, 5də 4-ü məndir, 5də 1-i sizin. Burada da Musa kişi etiraz eləyir. Həsən Alın uşaqlarında ki, biz dolanamayacağıq, 5də 1-ini sizə versək. Amma orada əvvəlcə onun pulunu verməmədiyinə görə boşluq çıxarmağa çalışırlar. Sonra da isə dəci pozduğuna görə dərsdən oğurluq, yəni taxılın topasını səliqənlə yığıb qoymuşlar, işarələyib. Sən oradan oğurluq eləmişsən deyə bir şər atırlar boynuna. Musa kişi əvvəlcə boynuna almır. Yəqin ki, sözsüz də ki, Musa kişi oradan heç nə oğurlamamışdı. Amma onu Qurana toxuyanda, onu Qurana and içməyə məcbur etmək istəyəndə o and içə bilmir. Bu, mən bilən, inancla bağlı bir şeydir. Allahın kəlamına and içməkdən qorxurdu. And içmir, ona 200 çubuq cəzası verirlər. Onu çırpanda isə Firidun dözmür axırda. Deyir ki, yalandan deyir ki, dəci mənim pozmuşam, ayağım ilişdi. Dəci pozdumu. And içir də yalandan və sonra da dirəşir ki, indi 5də 2-si bizim, 5də 3-ü sizin olmalıdır. Amma onun özünə də 100 çubuq cəzası vermək istəyirlər. Burada Hikmət İsfahaninin yanında gələn adamlardan biri isə deyir ki, bunu həbs eləmək lazımdır. Çubuqdan canını qurtarmasın və Hikmət İsfahani yerinə Ağay Kürd Əhmədi qoyub, gedir, deyir ki, 5də 4-ü mənim olacaq, 5də 1-i sizin. Cənubi Azərbaycanda ağır həyat şəraitini özündə əks etdirən bir əsərlə tanışırıq. Əsər dediyim kimi həcmcə böyükdür. Gələcək gün romanı bizim orta məktəb dərsində verilmiş parça isə budur. Gələcəkdə isə sonradan Firidunun asılmaqdan həyatına son verilir. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.